Həmsöhbətim tarixçi Əli müəllimdir. Bizim bu kənd orta əsrlərdən, bizə məlum olan orta əsrlərdən bu kənd salınıb burada. Osmanlı dəftərləri adlayan bir rəsmi sənəd var. Həmin sənəddə bizim kəndin əhalisi də qeyd alınıb. Həmin dövrdə bizim kənddə burada əhali yaşayıbdır. Laçında nümunəvi təşəbbüs. 3 kənddən təqdirə layiq addımlar. Laçın rayonunun Vağazin inzibati ərazisinə daxil olan Vağazin, Bozgüney və Çalapalaq kəndlərinin sakinləri ictimaiyyət üçün örnək təşkil edən mühüm qərarlar qəbul ediblər. Media TV Az Media qrupu xəbər verir ki, kənd sakinlərinin ortaq rəsmi qərarı ilə yaz mərasimlərində isti yeməklərin verilməsi tamamilə dayandırılıb. İsrafçılığın qarşısını almaq və ailələrin maddi yükünü azaltmaq məqsədi ilə mərasimlərin daha sadə keçirilməsi, yalnız halva, xurma və qoğal kimi təamlarla kifayətlənmək qərarı alınıb. Son illər ölkə daxilində yaz mərasimlərinin sadələşdirilməsi meylləri ilə üst-üstə düşən bu addım cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bununla yanaşı kənd sakinlərinin atdığı digər təqdirə layiq addım işğaldan azad edilmiş doğma torpaqlardakı qəbirstanlıqların bərpası ilə bağlıdır. Sakinlər tərəfindən qəbirlərin ətrafı dəmir məhəccərilərlə hasarlanaraq mühafizə altına alınıb. Bu təşəbbüs yerli əhalinin öz əcdadlarının xatirəsinə, tarixi və milli mənəvi irsinə bəslədiyi uca ehtiramın bariz nümunəsidir. Hal-hazırda biz Laçın rayonunun Vağazin kəndindəyik. Həmsöhbətim tarixçi Əli müəllimdir. Əli müəllimlə bugünkü gün Vağazin kəndində, yəni məzarlıqların mühafizəsi üçün görülmüş işlərlə bağlı həmsöhbət olacağıq və istəyirəm ki, Əli müəllim ümumiyyətcə bu tədarükün görülməsi, qurulması barədə şəxsən özü məlumat versin və kəndin genofondu haqqında qısa bizə məlumatlandırsın. Bizim bu kənd orta əsrlərdən, bizə məlum olan orta əsrlərdən bu kənd salınıb burada. Osmanlı dəftərləri adlayan bir rəsmi sənəd var. Həmin sənəddə bizim kəndin əhalisi də qeyd alınıb. Həmin dövrdə bizim kənddə burada əhali yaşayıbdır və burada yaşayıb, burada fəaliyyət göstəriblər, əkin-biçinlə, heyvandarlıqla məşğul olublar. Bu arkada olan bu məzarlıq da kəndimizin burada o dövrdən bəri, yəni vəfat edən şəxslər burada dəfn olunubdur və müəyyən olmayan səbəblərə görə kəndin yuxarı hissəsində, şimal-şərq hissəsində də bir məzarlıq var. O da bizim kəndin insanlarına, kəndin əhalisinə məxsusdur və burada işğal dövrünün 92-ci ildə kəndimiz işğal olunandan sonra yer gəlmişkən onu qeyd edeyim ki, demək 1992-ci il mayın 24-də kəndimiz işğal olundu. Və ermənilər bizim izimizi bu ərazilərdən silmək üçün kəndə daxil olan kimi kəndin bütün evlərini yandırıb xarabazarlıqlara çeviriblər. Kənddə demək olar ki, bir dənə salamat. Eyni zamanda da məzarlığın özünü və mühafizəsini bizim milli kimliyimizi, bəli, buranın qorunub saxlanması üçün yerli əhali, buranın əhalisi, bizim əhali buranı çəpərləmişlər, hasar almışdılar. Bəli. Və onu da dağıdıblar və burada məzarlıqda olan qəbirləri hamısını yerlə yeksan ediblər. Ki, özlərinin burada yerli olmalarını sübut olmaq üçün bizim izimizi silmək istəyirlər. Bizim milli kimliyimizi silmək istəyirlər. Halbuki ermənilərin bu ərazilərdə bir dənə də olsun, ümumiyyətlə nə bu ərazilər, Laçın rayonunun digər ərazilərində də mən olmuşam. Onların yaşayış məskəni olmuşdur. Heç bir yaşayış məskəni. Əgər onlar bu ərazidə yaşasaydılar, onların bir məzarlığı olardı. Bəli, təbii ki. Bunların ölənlərini harada dəfn ediblər bunlar? Və buna da subut, Əli müəllim, onlar gedəndə öz məzarlarını o yaşamadıkları yerdən çıxartdılar, apardılar. Əgər onların o, belə deyək, ata-babası burada yaşamış olsaydı və qardaşlarının da məzarını burada qoyub gedəcəkdi. Burada, yox, belə deyim də, Xalq müəllim. Onlar əgər burada yerli olsaydı, onların da burada bir qəbirstanlığı olardı. Təbii ki, doğrudur. Bir neçə nəfər də onlar bu yaşadığı qısa müddətdə bir neçə nəfər buralarda dəfn ediblər, sonra da özlərindən çıxardıb götürüb gediblər. Yəni onlar bu əraziyə ümumiyyətlə nəinki Laçın, bunun bütün tarixdən hamı bilir ki, Azərbaycan ərazisində onlar yerli xalq deyirlər. Burada da olan o tək-tək ermənilər, onlar ermənləşmiş albanlardır.
O bizim indi bax biz də işğaldan sonra öz vətənimizə qayıtdıq. Burada vətənimiz uğrunda həlak olan şəhidlərimizə, nə bilim, döyüşən əskərlərimizə minnətdarıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Qazilərimizə və burada döyüşüb torpaqlarımızı azad edənlərin hamısına öz minnətdarlığımızı bildiririk. Və burada biz işğaldan sonra buraya gələndə bu mənzərəni biz tanımadıq. Nə kəndimizin bu vəziyyətə düşməsi, biz Daşlarını belə söküb aparmışlar. Bəli, daşlarını da söküb aparmışlar. Qəbirstanlıqların da hamısının qəbir daşlarını aşırmışlar, bir çoxunu. Və yerlə yeksan eləmişlər. Biz də yenidən buraya qayıdandan sonra fikirləşdik ki, əhalinin özünün nətər deyim, öz hesabına bunu təzədən bu qəbirstanlığı səfərliyə mühafizəsini təşkil eləyək, qoruyaq. Bilirsiniz, bu qəbirstanlıq xalqın bir nətər deyim, milli kimliyini sübut eləyən bir abidədir. Eyni zamanda daimi yaşayışını göstərir. Bəli, daimi yaşayışını göstərir, həm də burada bu bir abidədir. Burada bizim yəni bu orta əsrlər dövründən bizim burada yaşamamızı sübut eləyir. Biz də bunu qoruyub bizim ulu babalarımız, atalarımız, analarımız, nənələrimiz burada dəfn olubdur. Bizim də borcumuz onların qəbirlərini qoruyub saxlamaqdır. Qoruyub saxlamaqdır. Bəli. Qoruyub saxlamaqdır. Milli kimliyimizin gələcəyə pasportudur. Bəli, bəli. Bir də mən bir məlumat verim ki, burada ümumiyyətcə heç vaxt erməni abidəsi olmayıbdır. Yox, olmayıb. Bu ərazilərin heç vaxt olmayıb. Mən mətbuatdan işğal dövründə izləyirdim bu əraziləri. Burada ermənilər özləri nəsə bir daş yonmuşdular və onu da mediada tez-tez paylaşırdılar. Mən bu ərazilər işğaldan azad olunandan sonra onu axtardım ki, mən oranı tapım, tapa bilmədim. Bu o deməkdir ki, gedəndə onu da özləri ilə aparıblar. Həmən o sonradan quraşdırılmış daşlarını. Ermənilərə aid burada heç bir, bu ərazilərdə, Laçın ərazisində bir rast gəlinmir. Olanlar da demək, xristian albanlara aid olub tək-tək. Onu da sonradan erməniləşdiriblər, özlərinə çıxıblar. Bəli, sağımızda gördüyümüz tikili də işğal dövründən sonra tikilibdir və kənd ziyalılarının, ağsaqqallarının, əhalisinin Bizim əhalisinin hesabına burada bu qəbirstanlığı mühafizə eləməkdən ötəri metal tor çəkilib 600 metr. Bəli. Bunun hamısı əhalinin şəxsi hesabı. Şəxsi Vağazın kənd sakinlərinin şəxsi hesabına. Və burada bu görülən işlər, bütün tikili hamısı bu daş, qumu bura bir nəfər özü elə bir ehsan kimi Vüqar müəllim var Ağzazı kəndindən. O gətirib töküb. Qalanların hamısının cəmaatın şəxsi vəsaiti hesabına burada bu 600 metrlik metal tor çəkilib və burada indi bundan sonra da yenə burada əlavə işlər görüləcəkdir. Burada yağışdan nə bilim küləkdən sığınacaq kimi bir mağar formasında elə bir ki, bir mağar formasında bir 8-10 metr uzunluğunda olan insanların yağışdan, qardan, günəşdən daldalanması üçün bir yer də tikiləcək. Eyni zamanda məlumat üçün onu da qeyd eləyək ki, bu qəbirstanlıqda işğal dövründən sonra 4 nəfər dəfn olunub, hə, Əli-müəllim? Bəli, bəli. 4 nəfər dəfn olunubdur. Bir də bizim 92-ci ildə şəhidlərimizin bir qismi burada dəfn olunubdur. Bir qismi buradadır, Xaliq müəllim. Bir qismi kəndin yuxarısındakı qəbirstanlıqdadır. Bir qismi də bu işğal dövründə başqa ərazilərdə. Yəni bura gəlmək mümkün olmadığına görə, artıq işğal olunmuş olduğuna görə başqa ərazilərdə. 11 dənə şəhidi var, səhv eləmirəmsə. 11 yox, çoxdur. 11-dən artıqdır. Elə ondan artıq. Xocalda da bizim kəndin 2 sakini Xocalda həlak olubdur. Ha, mən ümumiyyətcə 11-i burada yuxarıda kəndin başında şəkili orada lövhə kimi təqdim olunduğu 11-in nağdı bilirəm, amma o kənddən çıxanları mən bilmirəm. Mütəllim qızıdır, biri də ondan başqa, onun qardaşı qızıdır, bacısı qızıdır. Onlar da demək Xocalda həlak olublar. Azadlıq uğrunda şəhid olan soydaşlarımızı, yəni Vağazın kənd sakinlərini bura gəldik ziyarət eləyə. Allah bunlara rəhmət eləsin. Amin. Amin inşallah. Minnətdarlıqla onları anırıq. Bunların bir qismi döyüşərək, döyüş zamanı həlak olublar. Bir qismi isə kəndi müdafiə eləyərkən mülki şəxs kimi həlak olublar. Allah bunların hamısına rəhmət eləsin. Məkanlarını cənnət eləsin. Hal-hazırda kadrlarda gördüyünüz
Bu 3 məzar işğaldan sonra aparılan abadlıq işinə daxildir və gördüyünüz arxa fondakı yoldaşlar da qəbrüstü abidələri quraşdırmağa gəliblər. Allah bərpa eləməyə gəliblər, bəli. Məlumat üçün onu da qeyd edeyim ki, işğal dövründən sonra, yəni işğaldan azad olunandan sonra Azadə balamızın da məzarı burada öz vəsiyyətinə görə, gənc olmasına baxmayaraq burada öz vəsiyyətinə görə burada dəfn olunmuşdu və bu gördüyünüz məzarlıq da həmin xanımın məzarıdır. Öncədən məlumat verdiyimiz kimi kəndin yuxarı hissəsində yerləşən qəbirstanlıqdayıq. Burada da abadlıq işləri görülübdür və darvaza var 2 istiqamətdə. İstəyirəm digər məlumatları da Əli versin. Onu deyim ki, bu bayaqdan qeyd elədiyimiz kimi Xalq müəllim də dedi. Bu kəndin yuxarı hissəsində olan qəbirstanlığa gəlmişik. Allah burada dəfn olunanların hamısına rəhmət eləsin. Amin inşallah. Buranın da bir nəfər özünün şəxsi vəsaiti hesabına tək özü, yəni kənd sakinlərinin köməyi yalnız ona kömək eləyir. Quraşdırılmasına da, o metal torun çəkilməsinə kömək edirlər. Amma bir nəfər o nədir? İsayev Vəfadar tərəfindən sağ olsun Bəxşəlinin övladı. Şəhid Baxşalı İsayevin övladıdır. Onun tərəfindən çəkilib, sağ olsun. Allah ölənlərdən rəhmət etsin. Amin. Bu metal tor onun tərəfindən çəkilib. Burada da yenə də dediyim kimi kəndimizin bir 3 nəfər şəhidi də bu hissədə dəfn olunub. Bu hissədə dəfn olunub. Bu hissədə dəfn olunub. Bu qəbirstanda buradan görükür. O bayrağın arxa tərəfindən biz oranı da şəhidlərin məzarını da ziyarət edəcəyik. Allah onlara rəhmət eləsin. Amin inşallah. Yer gəlmişkən onu da deyim ki, bu qəbirstanlıq, yəni lap əvvəllər də burada Orta əsrlər dövrünə aid burada məzarlıq var. Bax yolun üstündə orada, bax bu hissədə, həmin o orta əsrlərə aid olan məzarlıq orada yol çəkilərkən aşkarlanmışdı. Ehtiyatsızlıqdan oradan aşkar olunubdu. Yəni bura lap qədim məzarlıq olubdu. Sonradan o bayaq dediyim kimi o naməlum səbəblərə görə, yəni o aşağıda da dəfn olunub, ikinci məzarlıq kimi buradan da istifadə olunubdu. Burada da kəndin vəfat eləyənləri bu qəbirstanlıqda da dəfn olunubdu. Şəhidlərin məzarını ziyarət edək. Bəli. Bunlardan 2 nəfəri kəndin müdafiəsi zamanı burada, mülki şəxsi burada həlak olub, bir nəfər isə döyüşlərdə həlak olub. Bəli. Ramiz Musayev Hocaz yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olmuşdu. O birisi isə Baxşalı İsayev və Nadir İsayev kəndin müdafiəsi zamanı burada hətta burada bir dənə post var. Mən onu öncəki çəkilişdə Həşim müəllim bildirdi ki, bax orada özünə səngər qurub burada kəndin bu hissəsinə rəhmətlik Baxşalı nəzarət eləyirmiş.